Qurandakı sirli ağaclar. 1. Sidrətül Münteha. Yaradılmışların elminin bitdiyi, mələklərin keçə bilmədiyi son həddə yerləşən müqəddəs ağacdır. Nəcm 14. 2. Zəqqum ağacı. Cəhənnəmdə bitən, meyvələri şeytan başına bənzədilən əzab ağacıdır. Saffat 62-65. 3. Yəqtin, yəni balqabaq növü. Həzrəti Yunus üçün Allah tərəfindən qoruyucu və kölgə verən bitki olaraq yaradılmışdır. Saffat 146. 4. Beyyət, yəni Ridvan beyyəti. Səhabələrin Peyğəmbərə sədaqət andı içdiyi və Allahın razı qaldığı ağacdır. Fəth 18. 5. Zeytun ağacı. Zeytun ağacı Quranda mübarək ağac kimi qeyd olunur. Nur və bərəkət simvoludur. Nur 35. 6. Xurma ağacı. Xurma ağacı xüsusilə Həzrəti Məryəm hadisəsində zikr olunur. Ruzi və həyat simvoludur. Məryəm 25. 7. Tuğba ağacı. Tuğba ağacı cənnətdə olduğu bildirilən çox böyük və neymət dolu ağacdır. Rəd 29. Təfsirlərdə izah olunur. Hədislərdə bu haqda çox gəlib. 8. Əncir ağacı. Əncir ağacı Allah tərəfindən and içilən bitkilərdəndir. Tin 1. 9. Əbədi ağac, şəcərəti xuld. Adəm və Həvvanın imtihanı ilə bağlı olan ağac.